Zelenski Ukraynanın sərvətini Trampa verməyə hazırdır. Ukrayna lideri onları Vaşinqtona göndərir. Ukrayna artıq nadir torpaq metalları üzrə Amerika Birləşmiş Ştatları ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb və danışıqlar üçün Vaşinqtona gedəcək qrup yaradır. Report RBK Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Naziri bildirib. Nazir vurğulayıb ki, gələcək saziş qarşılıqlı faydalı olmalı, hər iki tərəfin maraqlarına cavab verməli, Ukraynanın Avropaya inteqrasiya kursuna zidd olmamalıdır. Bu, Ukrayna tərəfi üçün fundamental mövqelərdən biridir. Xatırladaq ki, fevral ayında Ukrayna və Amerika Birləşmiş Ştatları nadir torpaq metallarına dair sazişi müzakirə eləməyə başlayıblar. O vaxtdan bəri hər iki tərəf həm Kiyevə, həm də Vaşinqtona uyğun şərtlər üzərində işləyir.